İzləyicilərimizin birindən belə bir sual gəlir. Atamdan miras qalan evdəki payımdan imtina etmişəm. Yenidən payımı tələb edə bilərəmmi? Əlbəttə ki, xeyr. Mülki Məcəllənin 1268.1-ci maddəsində deyir ki, vərəsə mirası qəbul etməkdən imtina ərizəsini geri götürə bilməz. Bu nə deməkdir? Əgər siz atanızdan sizə miras qalan payınızdan notariusa yazılı şəkildə imtina ərizəsi yazmışsınızsa, siz həmin ərizəni geri götürə bilməzsiniz. Bir şey də qeyd edeyim, əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətinə malik şəxsdirsə, o zaman mirasdan imtina ərizəsi yalnız məhkəmənin icazəsi ilə yol verilə bilər.